Salam əziz müəllimlər, bugün biz 23-cü testi edəcəyik. Bu 23-cü testimiz bizim aiddir. Deməli, language features, yəni dilin xüsusiyyətlərinə aiddir və bunun da davamı buradadır, variantları. Deməli, oxuyuruq cümlələrimizi və cümlələrimiz hansı dilin xüsusiyyətlərinə aiddir, onları uyğunlaşdıracağıq. Deməli, birinci cümləmizdə it is a word or a design that keeps meaning when viewed from a different direction. Deməli, burada 23-də deyir ki, bu fərqli istiqamətdən baxıldıqda mənasını saxlayan bir söz və ya dizayndır. Bu birinci testimiz, yəni cümləmiz aiddir ambigrama. Yəni ambigram nə deməkdir? Həm sənət, həm də kreativ yazı növüdür. Ona görə də birinci cümləmiz ambigrama aiddir. İkinci cümləmiz it is a sentence that contains every letter in the language. Burada da deyir ki, ikidə də deyir ki, bu dildəki hər hərfi saxlayan cümlədir. Bu isə aiddir bizim deməli pangram. Pangram nə deməkdir? Deməli pangram sözü içində əlifbanın bütün hərfləri olan cümlələrdir. Aha. Üçüncü testimiz it is a figure of speech in which a word or phrase is applied to an object or action to which it's not literally applicable. Üçüncüdə testimizdə deyir ki, bu bir nitq figurudur ki, burada söz və ya ifadə hərfi mənada uyğun olmadığı bir əşya və yaxud da hərəkət tətbiq edilir. Deməli, bu da aiddir bizim metafor. Yəni, metafor nə deməkdir? Ümumiyyətlə, nə məna verir? Real olan deyil, amma mənasını gücləndirən bir dil xüsusiyyətidir. Yəni, bu nə deməkdir? Məsələn, deyirik ki, biz, müəllimlər, deyirik ki, time is money. Yəni, tərcümədə deyilir ki, məsəl üçün, vaxt puldur. Amma biz onun gizli müqayisəsini eləsək, belə çıxır ki, yəni, vaxt dəyərlidir kimi çıxır. Ona görə buna deyilir, deməli, metafor. Dördüncü, each of two or more words having the same pronunciation but different meanings, origins or spelling, for example, new and new. Burada da deyir ki, dörddə, eyni tələffüsə malik olan, lakin mənaları, mənşə və yaxud da yazılışı olan iki və ya daha çox söz. Və burada da deməli nümunə kimi verilibdir. Bu isə aiddir